Yəni bu adamların başçılığı altında Xalq Cəbhəsinin formalaşması prosesi gedibsə, ki Nemət Pənahlı bunu deyir, onda KGB-nin burada iştirakı şübhəsizdir. Çünki Xalq Cəbhəsinin formalaşmasına antimilli mövqeyi olan adamların cəlb edilməsi bu ancaq Moskvanın işi ola bilərdi. Amma sonraki mərhələdə təbiidir ki, milli adamlar çox qoşuldu Xalq Cəbhəsinə. O cümlədən də bizim kimi gənclər. Və sonra mənim yadımda qalan nədir? Xalq Cəbhəsi, yəni o hakimiyyətə gəlməmiş, Əbülfəz Elçibəy prezident seçilməmiş, belə bəyanatlar səsləndirirdi. Hamının dilindən eşidirdik ki, biz hakimiyyətə gələcəyik, KGB arxivlərini açacağıq ki, kimin kim olduğu bilinsin. Bizim üçün maraqlı idi. Şəxsən mənim üçün, gənc olsam da maraqlı idi ki, o arxivlər açılsın, biz bilək ki, kim kimdir. Amma iş ondadır ki, Əbülfəz Elçibəy 92-ci ilin iyul ayında deməli seçildi, prezident oldu. Bir il prezidentlik dövründə arxivlərin açılması üçün heç bir təşəbbüs edilmədi. Dilə belə gətirilmədi. Məqsədə uyğun sayılmadı. Yəni biz onu gözləyirdik. Məsələn, biz düşünürdük ki, əslində bizim o romantik dövrümüz idi də, emosional romantik dövrümüz. Məsələn, biz düşünürdük ki, Xalq Cəbhəsi hakimiyyətə gələrsə, Qarabağ məsələsi bir anın içində həll ediləcək. Edildi mi? Edilmədi. Vəziyyət daha da pisləşdi. Ondan sonra biz düşünürdük ki, milli adamlar önə çəkiləcək. Arxivlər açılacaq, Moskvanın agenturası faş ediləcək və biz biləcəyik ki, kim kimdir. Təqib başlamayacaq deyə biz onu gözləmirdik. Biz sadəcə istəyirdik bilək ki, özəlliklə də hakimiyyət qurumlarında oturan Moskva agentləri kimdir? Amma təəssüflər olsun ki, bunların adları açıqlanmadı. Arxivlər ümumiyyətlə açılmadı.